8-ci fəsil. Münasibətlər. Mənim bütün münasibətlərim harmoniyadadır. Bütün həyatımız münasibətlərlə qurulub. Bizim hər şeylə əlaqəmiz var. Sizin hətta hazırda oxuduğunuz kitabla və mənim düşüncələrimlə də əlaqəniz var. Sizin əşyalar, yemək, hava, nəqliyyat və insanlarla mövcud münasibətiniz özünüzlə olan əlaqəni əks etdirir. Özünüzlə əlaqənizə uşaq olarkən, böyüklərin sizə olan münasibəti də öz təsirini göstərir. Böyüklərin bir zamanlar bizə qarşı davranışları, indi bizim özümüzə qarşı olan müsbət və mənfi davranışlara bənzəyir. Özünüzü danlayarkən istifadə etdiyiniz sözləri bir anlıq yada salın. Onlar valideynlərinizin sizi danlayarkən istifadə etdiyi sözlərlə eyni deyilmi? Onlar sizi tərifləyərkən hansı sözlərdən istifadə edirdilər? Mən əminəm ki, siz də özünüzü tərifləyərkən həmin sözlərdən istifadə edirsiniz. Ola bilsin ki, onlar sizi heç vaxt tərifləməyiblər. Buna görə də siz özünüzü necə tərifləyəcəyinizi bilmir və tərifə layiq heç bir cəhətiniz olmadığını düşünürsünüz. Valideynlərimizi günahlandırmıram, çünki biz hamımız qurbanların qurbanıyıq. Onlar bilmədiklərini sizə öyrədə bilməzdilər. Münasibətlər haqqında maraqlı fikirləri olan Sandra Ray iddia edir ki, bizim hər bir münasibətimiz valideynlərimizdən biri ilə olan münasibətimizi əks etdirir. O həmçinin iddia edir ki, valideynlərimizlə uşaqlıqdakı münasibətimizə aydınlıq gətirməsək, sonraki münasibətləri istədiyimiz kimi qura bilməyəcəyik. Münasibətlər bizi əks etdirən bir güzgüdür. Bizi cəlb edən şeylər həmişə ya bizdə olan keyfiyyətləri, ya da münasibətlərimizlə bağlı inamlarımızı ifadə edir. Bu qayda rəhbər, həmkar, işçi, dost, sevgili, həyat yoldaşı və ya övladla olan münasibətlərimizin hər birinə aiddir. Bu insanlarda xoşlamadıqlarınız, etdiyiniz, etməkdən çəkindiyiniz, yaxud da inandığımız şeylərdir. Əgər o insanların həyat tərzi sizin dəyərlərinizə uyğun olmasaydı, o insanları cəlb edə və yanınızda saxlaya bilməzdiniz. Tapşırıq. Biz onlara qarşı. Bir anlıq həyatınızda sizi narahat edən şəxsə nəzər salın. Bu şəxsdə xoşlamadığınız və dəyişməyi istədiyiniz 3 xüsusiyyəti sadalayın. İndi daxili aləminizə nəzər salın və soruşun. Bu davranışlar məni hansı məqamda narahat edir və mən nə vaxt onun kimi davranıram? Gözlərinizi bağlayın və bu sual barədə düşünmək üçün özünüzə vaxt ayırın. Sonra öz-özünüzə bu sualla müraciət edin. Dəyişmək istəyirəmmi? Əgər düşüncənizdən və davranışınızdan bəyənmədiyiniz bu vərdişləri çıxarsanız, digər şəxs ya dəyişəcək, ya da sizin həyatınızdan çıxacaq. Əgər daim tənqid edən və narazı rəhbəriniz varsa, özünüzə nəzər salın. Ola bilsin ki, siz də bəzi anlarda onun kimi davranır və ya bütün rəhbərlər tənqid edirlər, onları razı salmaq çətindir fikrinə inanırsınız. Əgər sizin qaydalara tabe olmayan və ya işini yerinə yetirməyən işçiniz varsa, hansı məqamda bu cür davrandığınıza diqqət yetirin və bu cəhətinizi düzəldin. Kimisə işdən qovmaq çox asandır. Bu, sizin üslubunuzu dəyişməyəcək. Əgər sizin əməkdaşlıq etmək və komandanın üzvü olmaq istəməyən həmkarınız varsa, buna nəyin səbəb olduğunu müəyyən edin. Ünsiyyət qurarkən rastlaşdığınız çətinliklərinizi müəyyənləşdirin. Əgər güvənmədiyiniz dostunuz varsa, özünüzə nəzər salın. Həyatınızda nə zaman etibarsızlıq etmisiniz və ya digərlərini pis vəziyyətdə qoymusunuzmu? Bu, sizin inamınızdır. Əgər sizin öz sevgisini göstərməyən laqi sevgiliniz varsa, bəlkə də siz də uşaqlıqdan valideynlərinizə baxıb formalaşdığınız sevgi mənasızdır, onu göstərmək lazım deyil inamı var. Əgər sizə dəstək olmayan, deyingən həyat yoldaşınız varsa, yenidən uşaqlıq inamlarınıza diqqət yetirin. Sizin öz həyat yoldaşına dəstək olmayan deyingən valideyniniz olubmu? Siz də onlar kimi davranırsınızmı? Əgər övladlarınızın sizi qəzəbləndirən vərdişləri varsa, əmin olun ki, bu vərdişlər sizin özünüzdə də var.
Uşaqlar əhatəsində olduqları böyükləri tənqid etməklə öyrənirlər. Bu vərdişləri özünüzdə dəyişin. Onda uşaqların da qeyri-iradi olaraq dəyişdiklərini görəcəksiniz. Başqalarını dəyişdirməyin yeganə yolu özümüzü dəyişdirməkdir. Özünüzü dəyişsəniz, onların da dəyişdiyini görəcəksiniz. Günahkar axtarmağın mənası yoxdur. Kimisə günahlandırmaq insanın gücünü azaldır. Gücünüzü qoruyun. Gücümüz olmadan dəyişiklik edə bilmərik. Köməksiz qurban vəziyyətdən çıxış yolu tapa bilməz. Sevgini cəlb edək. Sevgi onu axtarmadığımız, gözləmədiyimiz bir anda qəlbimizin qapısını döyür. Sevgi axtarışı yanlış insanları qarşımıza çıxarır. Bu isə yalnız bədbəxtliyə səbəb olur. Sevgi heç də bizdən uzaqda deyil. Əksinə, o bizim qəlbimizdədir. Sevgi ilə dərhal qarşılaşmağa israr etməyin. Ya hələ buna hazır deyilsiniz, ya da istədiyiniz sevgini əldə etmək məqamı yetişməyib. Həyatımda kimsə olsun deyə heç kimi həyatınıza daxil etməyin. Standartlarınızı müəyyən edin. Necə sevgi istəyirsiniz? Özünüzdə bir keyfiyyətlər siyahısı hazırlayın. O zaman məhz bu keyfiyyətləri olan insanı tapacaqsınız. Sevgini sizdən uzaqlaşdıran səbəbi yoxlayın. Bu, özünü tənqidlə, özünü dəyərsiz hiss etməklə, mənasız standartlarla, kino ulduzlarına bənzəyən insanı axtarmaqla, intim əlaqədən qorxmaqla, sevilməyə layiq olmadığınızı düşünməklə bağlı ola bilərmi? Sevgi qəlbinizin qapısını döyəndə onu qarşılamağa hazır olun. Sevgiyə yer ayırın, onun qayğısına qalın. Sevgi ilə dolu olun ki, seviləsiniz. Sevgiyə açıq və həssas olun. İş. Mən işimdən tam məmnunam. Yuxarıdakı fikrin sizin üçün həqiqət olmasını istəməzsinizmi? Ola bilsin ki, aşağıdakı düşüncələrlə özünüzə məhdudiyyət qoymusunuz. Mən bu işə dözə bilmirəm. Rəhbərimdən zəhləm gedir. Mən kifayət qədər pul qazanmıram. Mənə işdə dəyər vermirlər. Mən işdəkilərlə yola getmirəm. Mən nə etmək istədiyimi bilmirəm. Bunlar səhvdir və özünü müdafiə fikirləridir. Bu fikirlər sizə yaxşı nə verir ki? Bu məsələyə yanlış yanaşmadır. Əgər sizin üçün əhəmiyyətsiz işdə çalışırsınızsa, vəzifənizi dəyişmək istəyirsinizsə, işdə probleminiz varsa və ya işiniz yoxdursa, o zaman bunu qaydaya salmağın ən yaxşı yolu aşağıdakılardır. Mövcud işinizi sevgi ilə tərifləməyə başlayın. Bunu yolunuzun üzərində keçməli olduğunuz bir maneə kimi təsəvvür edin. Siz düşüncə tərzinə uyğun yerdəsiniz. İnsanlar sizinlə istədiyiniz kimi davranmırsa, deməli, sizin düşüncə tərziniz belə davranışa səbəb olur. Hal-hazırki və ya axırıncı işinizə şuurunuzda nəzər salın və hər şeyi sevgi ilə tərifləməyə başlayın. Binanı, lifti, pilləkənləri, otaqları, mebeli, avadanlıqları, işlədiyiniz insanları və hər bir müştərini. Özünüzü buna inandırmağa çalışın. Mən həmişə ən yaxşı rəhbərlərlə işləmişəm. Rəhbərim həmişə mənimlə hörmət və nəzakətlə rəftar edir. Rəhbərim xeyirxahdır. Onunla işləmək rahatdır. Bu fikirlər həyatınız boyu sizinlə olacaq. Gələcəkdə rəhbər olacağınız təqdirdə siz də təsvir etdiyiniz rəhbərlərdən olacaqsınız. Bir cavan oğlan yeni işə başlamaq ərəfəsində əsəbi idi. Ona bu sözləri dediyimi xatırlayıram. Nə üçün uğursuz olacağını düşünürsən? Əlbəttə uğur qazanacaqsan. Qəlbini aç və bütün bacarıqlarının üzə çıxmasına şərait yarat. Təşkilatı, birlikdə işlədiyin insanları, hər bir müştərini sevgi ilə təriflə. Bundan sonra hər işin əla gedəcək. O belə də etdi və uğur qazandı. Əgər işdən getmək istəyirsinizsə, işinizi həmin vəzifəni arzulayan digərinə sevgi ilə ötürdüyünüzə əmin olun. Bilin ki, həyatda məhz sizin təkliflərinizi gözləyən insanlar var. Hətta bu gün də həyat sizi onlarla öz şahmat lövhəsinin üstündə görüşdürür. İş üçün motivasiya. Mən bacarıqlarımdan və istedadımdan tam istifadə edə biləcəyim, özümü yaradıcı formada göstərəcəyim və məni məmnun edəcək yeni iş təkliflərinə açığam.
Sevdiyim, məni sevən, mənə hörmət edən insanlarla və insanlar üçün əla şəraitdə işləyirəm. Yaxşı pul qazanıram. Əgər işlədiyiniz təşkilatda sizi bezdirən insanlar varsa, onlar haqda hər dəfə düşünəndə qəlbinizdə onlara qarşı sevgi bəsləyin. Bizim hər birimiz müxtəlif xüsusiyyətə malik insanlarıq. Özümüzdən asılı olmayaraq, şəraitə uyğunlaşaraq biz ya Hitler ya da Tereza ana ola bilərik. Əgər ətrafımızdakı insan daim sizi tənqid edirsə, özünüzü onun sevimli olduğuna və təriflər dediyinə əmin edin. Əgər deyingən insandırsa, onun güləriz və şən olduğuna inanmağa çalışın. Əgər bu insan qəddardırsa, özünüzü onun mülayim və rəhimli olduğuna inandırın. Əgər siz bu insanın yalnız yaxşı xüsusiyyətlərini görsəniz, həmin insanın başqaları ilə necə davranmasından asılı olmayaraq, o sizinlə xoş davranacaq. Nümunə: bir kişi klubda pianoçu kimi fəaliyyətə başlamışdı. Klubun sahibi işçiləri tərəfindən cənab ölüm ləqəbi qoyulmuş, qəddar və paxıl bir insan idi. Mənə köməklə bağlı müraciət edəndə ona belə cavab verdim. Hər bir insanda bütün yaxşı xüsusiyyətlər var. Digər insanların onunla necə davranmasının sizə dəxli yoxdur. Hər dəfə bu adam haqqında düşünəndə ona qəlbinizdə sevgi bəsləyin. Daim özünüzü mən həmişə əla müdirlərlə işləyirəm fikrinə inandırın. O mənim məsləhətimə qulaq asaraq belə də etdi. Mənim pasiyentim rəğbət qazandı və klubun sahibi ona çoxsaylı mükafatlar verərək yeni klublarda işləmək üçün dəvət etdi. Klub sahibi haqqda mənfi fikirləşən işçilərlə isə hələ də pis rəftar olunurdu. Əgər siz işinizi sevir, lakin əməyinizin qarşılığının kifayət qədər ödənilmədiyini düşünürsünüzsə, məvacibiniz barədə müsbət düşünməyə başlayın. Sahib olduqlarımıza şükür etməyimiz onun miqdarını artırır. Şüurumuzu firavan gələcəyə doğru açmağa çalışın və həmin firavanlığın bir hissəsinin sizin artan məvacibiniz olduğunu düşünün. Negativ səbəblərə görə yox, əksinə işlədiyiniz təşkilat üçün dəyərli olduğunuza və rəhbərlərinizin gəlirlərinizi sizinlə bölüşmək istədiyinə görə inkişafa layiq olduğunuza inanın. Həmişə fəaliyyət göstərdiyiniz sahədə bütün bacarığınızı ortaya qoyun. Bu zaman kainat hazırki yerinizdən daha yüksəyə qalxmağa hazır olduğunuzu biləcək. İndi olduğunuz yerə sizi şüurunuz gətirib. Məhz şüurunuz sizi ya həmin yerdə saxlayacaq, ya da daha yüksəklərə qaldıracaq. Bu sizdən asılıdır. Nailiyyət. Hər bir təcrübə nailiyyətdir. Uğursuzluq nəyi ifadə edir? Bu, nəyinsə sizin istədiyiniz və ya ümid etdiyimiz kimi nəticələnmədiyini ifadə edir. Təcrübə toplamaq həmişə əladır. Biz daxili aləmimizi və düşüncələrimizi çox yaxşı əks etdiririk. Daxilinizdə sizin bir çox şeylərə layiq olmadığınızı və ya dəyərsiz olduğunuzu hiss etdirən fikirlər var. Bu mənim kompüterlə işləməyimə bənzəyir. Hər hansı bir səhv olanda həmişə özümü səbəbkar bilirəm. Bu, mənim kompüterin hansısa qaydasına riayət etmədiyimi və hələ də öyrənəcəyim bəzi şeylərin olduğunu göstərir. Birinci dəfədən uğur qazana bilmədinsə, yenidən sına dediyimi çox doğrudur. Bu, özümüzü danlayıb, həmin işi yenidən eyni metodla görmək demək deyil. Harada səhv etdiyinizi müəyyənləşdirin və doğru yolu tapana qədər başqa metodlardan istifadə edin. Mənim fikrimcə, bir nailiyyətdən digərinə can atmaq bizim təbii haqqımızdır. Əgər bunu etmiriksə, ya fitri istedadımızla həmahəng deyilik, ya da bunun bizim üçün reallaşacağına inanmırıq, ya da biz uğurlarımızın fərqinə varmırıq. Əgər biz hazırda olduğumuz mövqe ilə müqayisədə özümüzə əlçatmaz standartlar qoyuruqsa, onda həmişə uğursuzluğa düçar olacağıq. Körpə uşaq gəzməyi və ya danışmağı öyrənərkən, onun hər kiçicik nailiyyətini, inkişafını tərifləyir və ruhlandırırıq. Körpə sevinir və səylə daha yaxşısını etməyə çalışır. Siz hər hansı yeni bir şeyi öyrənərkən özünüzü belə ruhlandırırsınızmı? Yoxsa axmaq, ləng və uğursuz olduğunuzu özünüzə təlqin edərək öyrənməyi daha da çətinləşdirirsiniz.
Bir çox aktyor və aktrisalar ilk məşqlərindən gözəl oyun nümayiş etdirməli olduqlarını düşünürlər. Onlara məşqin məqsədinin öyrənmək olduğunu xatırladıram. Məşq səhv etmək, yeni yolları sınamaq və öyrənmək üçündür. Yalnız dəfələrlə məşq etməklə yeni şeylər öyrənir və bunu özümüzün bir parçamıza çevirə bilirik. Hər hansı peşəkara tamaşa edərkən əmin olun ki, saatlarla edilən məşqin nəticəsinə baxırsınız. Mən əvvəllər necə edəcəyimi bilmədiyimdən və pis vəziyyətə düşməmək üçün yeni işlər görməkdən çəkinərdim. Siz belə etməyin. Öyrənmək təhtəlşüurunuzun hər hansı bir işi rahatlıqla edə biləcəyi vaxta qədər səhv etməkdir. Özünüzün nə zamandan bəri uğursuz hesab etməyiniz heç bir əhəmiyyət kəsb etmir. Siz özünüzdə uğurluyam qənaətini elə indi yaratmağa başlaya bilərsiniz. Hansı sahədə fəaliyyət göstərmək istədiyinizin əhəmiyyəti yoxdur. Prinsiplər eynidir. Biz uğur toxumlarını əkməliyik. Bu toxumlar bol məhsul verəcək. Uğur əldə etmək üçün aşağıdakı motivasiya edici fikirlərdən istifadə edə bilərsiniz. İlahi zəkam mənə istifadə edə biləcəyim bütün ideyaları verir. Hansı işə əl atıramsa uğur qazanıram. Hamı üçün hər şey kifayət qədər var. Çalışdığım xidmət sahəsində çoxlu müştəri var. Məndə uğurla bağlı yeni anlayış formalaşır. Mən qələbə çarxına doğru hərəkət edirəm. Mən maqnit kimi uğuru özümə çəkirəm. Mən əlçatmaz arzularıma çatıram. Bütün zənginliklər mənə doğru gəlir. Mənim üçün hər yerdə qızıl imkanlar var. Bu fikirlərdən birini özünüz üçün seçin və bir neçə gün təkrarlayın. Sonra başqa birini seçib təkrarlayın. Bu düşüncələrin şuurunuzda kök salmasına imkan yaradın. Bu ideyaları necə həyata keçirəcəyinizlə bağlı narahat olmayın. İmkanlar özü sizin yolunuza çıxacaq. Sizi irəli aparacaq, zəkanıza inanın. Həyatın hər sahəsində uğur əldə etməyə layiqsiniz. Yaşadığım bu sonsuz həyatda hər şey əla, tamamlanmış və mükəmməldir. Məni yaradan qüvvə ilə həmrəyəm. Məndə uğur qazanmaq üçün lazım olan bütün keyfiyyətlər var. Artıq uğur düsturunun daxilimdə dövr etməsinə və həyatımda özünü göstərməsinə icazə verirəm. Görəcəyim hər bir iş uğurlu olacaq. Hər təcrübəmdən nəsə öyrənirəm. Getdikcə daha çox uğur və şöhrət qazanıram. Mənim seçdiyim yol daha böyük uğurlara aparan addımlardan ibarətdir. Qeyri-adi yaradıcılıq gücüm, bacarıq və qabiliyyətlərim daxilimdə canlanır və mən onlardan daha çox məmnuniyyətlə istifadə edirəm. Mənim xidmətlərimdən yararlanmaq istəyən insanlar var. Mənə həmişə tələbat var. İstədiyim işi seçə və görə bilərəm. Mən sevdiyim işlə məşğul olaraq yaxşı pul qazanıram. İşim məni sevindirir və mənə həzz verir. Mənim tanıdığım hər kəslə səmimi və balanslaşdırılmış əlaqəm var. Varlığımın tam dərinliyində sonsuz sevgi var. Artıq bu sevgini üzə çıxarmağa razıyam. Bu sevgi mənim bütün ürəyimi, bədənimi, ağlımı, şüurumu, varlığımı əhatə edir. O mənim daxilimdən çıxıb hər yana yayılır və yenidən daha da artaraq özümə qayıdır. Nə qədər çox sevirəmsə, o qədər də çox sevgi verməli oluram. Sevgi ehtiyatı sonsuzdur. Sevgi ilə dolu olanda, hər şeyə sevgi ilə yanaşanda özümü çox yaxşı hiss edirəm. O, sevincimin ifadəsidir. Mən özümü sevirəm. Buna görə də bədənimin qayğısına sevə-sevə qalıram. Bədənimi sevərək gözəl yeməklər və içkilər qəbul edirəm. Onun qulluğunda dururam, geyindirirəm, nəticədə bədənim mənə sağlam və enerji dolu cavab verir. Mən özümü sevirəm. Buna görə də özüm üçün bütün ehtiyaclarımı ödəyən və içimdə yaşamaqdan zövq alacağım rahat bir ev qururam. Otaqlar sevgi ilə doludur. Özüm də daxil olmaqla otağa girən hər kəs bu sevgini hiss edir və onunla qidalanır. Mən özümü sevirəm. Buna görə də bütün insanlar haqqda sevgi ilə düşünür,
Onlarla sevgi ilə rəftar edirəm. Çünki bilirəm ki, göstərdiyim münasibət daha da artaraq özümə qayıdır. Mən öz həyatıma ancaq sevən insanları cəlb edirəm. Çünki onlar məni əks etdirirlər. Mən özümü sevirəm. Buna görə də keçmişi və keçmişdə baş verən bütün hadisələri bağışlayır və beynimdən tamamilə silirəm. Nəticədə isə azad oluram. Mən özümü sevirəm. Buna görə də tamamilə indiki zamanda yaşayıram. Həyatımın hər dəqiqəsini yaxşı yaşayıram. Bilirəm ki, gələcəyim parlaq, şən və təhlükəsiz olacaq. Çünki mən Allahın sevimli bəndəsiyəm və kainat həm indi, həm də ömürlük sevgi ilə mənim qayğıma qalacaq. Mənim dünyamda hər şey gözəldir.